Hər vaxtınız xeyir olsun əziz izləyicilərimiz. Bildiyimiz kimi iyul ayı hərbi xidmətə çağırış ayı olduğu üçün Azərbaycanın əksər bölgələri çağırışçıların hərbi xidmətə yola düşməsini böyük təntənə ilə qeyd edirlər. Demək olar ki, bu toy bayram artıq adət-ənənələrimizin birinə çevrilib. Bu gündə yaşadığımız Kiçik Dəhnə kəndində də bu ənənə qeyd olunur. Rasulov Qinyaz Əliyağaoğlunun əskər qonaqlığında iştirak etdik, böyük coşqu ilə qeyd edirdilər. Bizlər də kəndimizin gənc əskərlərinə xeyir dualar verdik. Yolları hər zaman uca olsun, vətənini, torpağını sevən əskərlərimizdən olsun, sağ-salamat xidmətini başa vurub gəlsin, valideynləri toy məclisi qursun. Təbriklər. Sözü siz bugün bizim qəhrəman övladlarımız vətəni xidmətə yola düşməyə hazırlaşırlar. Mən istəyirəm öz dillərindən eşidim ki, bu işə həvəslə gedirlərmi, mənim adamlıyam, nə düşünürlər bu barədə? Bu vətən üçün yaranmışdır da biz hamımız. Yəni bu vətəni qorumaq borcumuz vətənə xidmətli. Hər bir övladın borcudur ki, yəni getsin vətənə xidmət borcunu versin. Açığın deyim ki, mən həqiqətən kövrəldim. Burada mən gənclərimizi gördüm, sizin kimi evlatları gördüm ki, onlar elə bil ki, bəlkə də həyatında xoşbəxtliyin ən yaxşı anını yaşayırlar. Onlarda bu qüruru, bu sevinci görəndə gözlərim yaşardı. Özümü saxlaya bilmədim. Bizim bu şəhid atamla, Taftıq daya, siz nətər hesab edirsiniz bizim kəndin gəncləri? Yəni bu gün vətən üçün nə cür deyə bilərsiniz o haqqında? Ben bir iki günleri görür, ya bunu yapmayın. Ne kirvemin nevesidir bu. Ben böyle bir iki günlerde herey, öz yaşıma, herey heydiren ki, benim kirvemin ruhu şad olsun ki, nevesi vatanın peşinde durmağa, vatan borcunu vermeye, devlete hizmet etmeye hazırdır. Çok sağ ol Taftıq dayı. Rəhmətli Qinyaz dayı da hamımız tanıyır. Mənim yadımdan çıxan sözü siz dediniz. Ruhu şad olsun. O da tanınmış insanlardan, tarixdə yaşayan insanlardan biri olub. İnşallah kəndimiz necə ki indiyə qədər uğurlara imza atıb, ölkə ərazisindən indidən sonra da davamlı olan sizə uğurlar, həyatınızda xoşbəxtlik. Bizim əskər balamızın babası ilə görüşürük. Hər bir oğlanın istəyir, gelib əskəri xidmətini, hərbi xidmətini çözməlidir. Allah onların canını sağlasın, Allah onlara əskəri aparanların canlarını sağlasın ki, bizim fəxrimizdir. Mütləq getməlidir əskərə, o öz xidmətini çözməlidir. İkincədəki sizə təşəkkür edirəm ki, siz gəlib bizdən bu müsaadəni götürürsünüz. Bizə torpağımızdan edirəm ki, hər azadlıqda çəkməlidir bunu. Allah sizə yenə minnətlərim, Allah sizin canını sağ eləsin. Nəvəmin də sağ-salamat gəlsin. Nəvəm ona görə o hərbi xidmətə getməlidir. Hərbi xidmətə getməmişlərdən sağ olan şeydir. Sağ-salamat getsin, gəlsin. İnşallah xeyir işlərlə yığılar. Həmişə. Gedənləri də Allah hamısının canını sağ eləsin. Allah sağ-salamat gəlsinlər. Prezidentimiz də canını sağ eləsin. Bu ki, var elə bir prezidentimiz hamısı Allah Azərbaycanı sağ olsun. Allah sağ olsun. Azərbaycanı sağ olsun. Bizim Vacib bəy həmkarımızın qardaşı oğlu hərbi xidmətə yola düşür. Öz atası da, kəndimizin o vətənsevər oğulları da hamısı Rusiyada çox istəyirdi ki, bugünkü mən qeyd eləmişdim. Toy bayram kimi qeyd eləyirlər bizim kənddə vətənə hərbi xidmətə gedənləri. Onlar burada yoxdur. Əvəzindən Vacib bəy, dayıları burada yoxdur, yaxınları yoxdur. Hamısı təbrik edirlər. Vacib bəy, çok xahiş edirdim. Kısaca olarak bu sözü diyerdim bu. Ben de Eldar müəllim, size teşekkür ederim. Güzel insan, samimi insan, sade insan. Ben size bu akşam bir müracaat edim. Çok sağ olun, teşekkür ederim ki müracaatımı kabul edin, bir hemşer kim geldi. Ve buraya gelen insanlara, bütün insanlara, bu meclisin iştirak edenlere, hanımlara, beylere, hamısına teşekkürümü bildirirəm.
kardeşim burada olmadığı için bugün de bu mecliste ben iştirak edirəm. Yəni əskərə gedən balamıza da sağ-salamat getsin, vətən üçün layiqli qulluq etsin, vətənimizin xidmətində dursun. Ən əsası komandirlərinin sözünə etsin, komandirlərin sözünə baxsın. Çox sağ olun ki, bugünkü gündə bu meylədə, bu həyatda iştirak edəsiniz. Allah sizlərdən razı olsun. Moskvada da bulan bilirsiniz ki, dayıları var da, dayılar da oradan qarşılaşmışdı. Allah onlardan da razı olsun ki, bugünkü gündə burada özlərişində gidə bilməsə, ürəkləri bizdəndir. Neden ben bir daha vətənimiz üçün, xalqımız üçün bu xalqa bugünkü gündə qulluq etməyə gedən uşaqların hər birinə sağ-salamat deyib qaçmağı, valideynlərinin qarşısında qaçmaqlarını uca Allah'tan arzu edirəm. Sizə də mən baba da burada iştirak edir. Buna öz təşəkkürümü bildirəm. Öz səmimiyyətimi bildirəm. Çox sağ olun, var olun. Allah bu səmimiyyəti, bu sadəliyi sizdən əksik eləməsin. Çünki kendimiz için, halkımız için, bir nurlu TV olarak, bir adalet kürsüsü emektaşı olarak her zaman hizmet ediyorsunuz, her zaman insanların kulluğundasınız. Buna göre de bir daha size öz teşekkürümü bildirəm. Allah sizlerden razı olsun. Bu sadeliği sizden eksik eləməsin. Çok sağ olun. Təkcə hesab edirik ki, kendimiz için yok, ülkemiz için, devletimiz için en değerli oğullar olacak. Bu günləri kendimiz necə ki, indiyə qədər bizim gənclər aləmə səs salıb, bütün dünyaya səs salıb, yaxşı işləri ilə, öz hərbi xidməti ilə də vətən borcunu yerinə yetirib inşallah gələcək həyata qədəm qoyanlar. Bizdə bir məsəl var ki, həyat məktəbi əskərlik həyatından başlayır. Bu həyatla uğurla başa vurub inşallah gələcək nurlu həyatını qurarlar. Çok sağ olun, teşekkür edirəm. Çok sağ olun, var olun. Ben bütün askerlere, bütün hizmete giden, bütün zamanlara, halka güzel hizmetlemeyi, vətənini sevmeyi, bunun qulluğunda durmağını, bak Ali Başkomandanımız Demir Yumruk, bak gördün mü 44 günlük muharebede biz galip geldik, biz galip kaldık. Allah bu halktan razı olsun. Allah gazilerimize can sağlığı versin. Allah şehitlerimize rahmet versin. Allah veteranlarımıza da düz yolda iştirak ettiği için Allah onlara da can sağlığı versin. Galibiyetimiz devamlı olsun. Amin. Herkes bir parmak lazım. Bu güzel oldu, böyle sayılır. Xahiş edirəm biraz sakitliyə riayət eləyək ki, danışılanları hamı eşitsin. Yəni bugün bizim söhbətimizi təkcə buradakiler yox. En az Azərbaycanda yaşayan bütün həmkəndlilərimiz eşidəsidir. Hər birinizi salamlayıram. Anaları, bacıları, kardeşlerimizi, balalarımızı. Bugün biz kanal rəhbərliyi olarak, kanal olarak gurur duyuruq ki, Azərbaycanın Şəki rayonu Kiçik Dəynə kəndində əskər hərbi xidmətə gedən insanı toyla, nağarı ilə yola salırlar. Bu günlərin biz Əlaqa bəyi, yoldaşı Könül xanımı, balamız, bizim mərhum Qınyaz dayının adını yaşadan Qınyaz bəyimizi təbrik eləyirik ki, bu coşquyla, bu hisslə vətənə xidmətə yola düşür. Azərbaycan ordusu 44 gündə böyük bir qələbiyə, dünyanı lərziyə salan qələbiyə yol açdı. Ondan sonra bizim cavanlarımız, xahiş edirəm, askeriyə gedən uşaqlar da düzülsünlər sizin bölünüzdə. Hərbi xidmətə, həvəslə gedən uşaqlar. Hamınız, yəni biz digərlərindən fərqli olaraq vətənin müdafiəsində öz xidməti borcunu yetirmək üçün həvəslə, ürəklə, risklə gedir və toy bayram kimi qeyd eləyir. Bizim o müharibədə də öz canını fəda edən şəhidlərimiz var, Allah rəhmət eləsin. Qazilərimizə Allah kömək olsun. Döyüşçülərimizin Allah canını sağ eləsin ki, bugünkü firavanlığımızın, yaşayışımızın, deyərdim ki, bizim qürurumuzu, namusumuzu, qeyrətimizi qaytardılar. Onların şərəfinə alqışlar olsun.
Mən bu məclisdə iştirak edən analarımızı, bacılarımızı, balalarımızı hər birisini alqışlayıram ki, bu gözəl günü möhtəşəm qeyd edirlər. Öz evladını əskəri xidmətə yola salmaqdan qürur duyan, fəxr duyan valideynin yüksəkdədir, zirvədədir. Mən həmişə bu zirvələri öz xalqıma, öz kəndimə arzulayıram. Allah bütün kəndimizin belə gənclərini var eləsin, hər birisi ilə qürur duyuruq və onlar hər birisi bizim baş tacımızdır. Sağ olun, hər birinizə təşəkkür edirəm.